kasetli silahlar Azərbaycan ərazilərində də tətbiq olunub. Həm 1-ci Qarabağ müharibəsi zamanı, həm 2-ci Qarabağ müharibəsi zamanı. Hal-hazırda bizim durduğumuz ərazi 1-ci Qarabağ müharibəsi zamanı kasetli silahların təsirinə məruz qalmış Füzuli rayonunun Yağlıbənd kəndinin ərazisidir. Bu 15 avqust 1992-ci ildə dövlət tanınma nişanı olmayan 2 təyyarə ilə bu kəndə hücum olmuşdur və nəticədə RBK 500 markalı kasetli aviabombadan istifadə olunmuşdur. RBK 500 kasetli bombasının içərisində 565 kiçik bombacıq olur. Həmin kiçik bombacıqların hər birinin də daxilində 314 kiçik metal kürəciklər olur. Bu adından da göründüyü kimi təyyarələr vasitəsilə atılır. Təxminən yerə 300 metr qalmış bomba açılır və həmin o 565 bombacıq yerə səpələnir. O bombaların daxilində olan 304 kiçik belə deyək, bombacıqlar, metal kürəciklər yerlə təmasda partlayır. Nəticədə 514 min belə deyək, kiçik kürəciyin partlayışı belə deyək, baş verir və nəticədə təxminən 600 metr radiusda bütün hər şey məhv olunur. Həmin gün, həmin təyyarələrin hücumu nəticəsində Füzuli şəhərinə də, buradan bir neçə kilometr aralıqda yerləşən Füzuli şəhərinə də 3 aviabomba atıldı. Həmin RBK 500 tipli aviabomba atıldı. Həmin bombalardan biri sürücülər məhəlləsi deyilən yerə düşmüşdü. Orada 7 nəfər həlak olmuşdu, çoxlu sayda yaralı vardı. İkinci bomba Sərdarov adına olan məktəbin yaxınlığına düşmüşdü. Orada isə belə də həmin bomba açılmamışdı. Sonradan Azərbaycan istehkamçıları həmin bombanı zərərsizləşdirə bildilər. Bu bombalar qarşı tərəfin yüngül zirehli texnikasını sıradan çıxartmaqdan ötürüdür. Bu bombalar infrastruktur layihələrinin, aerodromların və digər hərbi birləşmələr olan texnikanın yerləşdiyi ərazilərin sıradan çıxardılması ötürüdür və qarşı tərəfin canlı qüvvəsini məhv etməkdən ötürü istifadə olunur. Amma onu da qeyd edeyim ki, 92-ci ilin 15 avqust tarixində bu kəndin ərazisində nə hərbi aerodrom var idi, nə hərbi birləşmə var idi. Bu kəndin ərazisində sırf mülki insanlar öz gündəlik təsərrüfat işləri ilə məşğul olurdular və nəticədə burada bu kəndin ərazisində həmin aviabombanın atılmasından sonra çoxlu sayda insan həlak oldu və yaralandı.